Hörmətli izləyicilər, Hənifə kəndində yol kənarı yer satılır, ev satılır. Gördüyünüz bu yerdir. İki tərəfi də yola düşür. Həm bu tərəfi asfalt yoldur, bu tərəf qlavlı yoldur, böyük yolun üstündədir. Burada deməli həm mağazini var. Hazır, yəni alan adam işlədə bilər, aça bilər mağazin. Bu tərəf hissəsi, yol tərəf hissəsi, böyük yol hissəsi deməli 100 metrdən ibarətdir. 100 metrə yol tərəfə baxan hissəsidir. Burada yəni moyka da tikə bilər alan adam. Sklat tikə bilər, xaldenik tikə bilər. Hər şey yəni yaralı bir yerdir tikintiyə. Gözəl bir yerdə yerləşir. Yarım hektardan çox torpağı var. Bura mağazin hissəsidir. Keçirik tərəfinə. Bura mağazinidir. Vaxtilə mağaza kimi işləyibdir. Burada arxada həm naves var, həm sklat kimi istifadə edə bilər. Buradan keçirik evin həyətinə. Bu tərəf hissəsi də bu evə məxsusdur. İki tərəfi də asfalt yoldur. Burada deməli iki qapısı var. Biri həyətə girişdir. Biri evin arxa tərəfinə girişidir. Qapı yeri var. Dam var orada. Keçirik həyətinə. Bura həyət hissəsidir. Həyəti tam etdi. Geniş bir evdir, böyük evdir. Burada deməli evin qarşısında böyük bir navesi var. Burada təmirlidir. Təmirlidir. Yayda oturmaq üçün yeri də var. Buradan da mağazaya çıxışdır. Qapı yeri var. Yer tam etdi. Səliqəli bir həyəti var. Burada su kənidir. Burada letni hamamı var, əlüzyanıdır. Bura həyətindəki hamamıdır. Geniş bir ərazisi var. Meyvə ağacları boldur. Bütün meyvələrdən əkilibdir, var. Səliqəli bir yerdə yerləşir. Buradan da yola çıxışdır. Bura həyət hissəsidir. Deməli, evin ətrafından tanış olaq, sonra içərini çəkərəm. Baxa bilərsiniz. Geniş bir həyəti var. Burada deməli toyuq ini var. Burada meyvə ağaclarıdır. Burada deməli meyvə ağaclarıdır, fındıq ağacları var. Bütün meyvələrdən əkilibdir. Deməli 70 ağac ireal armuddur. Şaftalı var. Alımçı ağaçları var. Fındık da 70 ağaç. Fındıq ağaçları var. Gördüğünüz bu həyət hissəsidir. Buradan keçirik evin içərisinə. Gözəl bir yerdə yerləşir. Yəni alan adam həm obyekt kimi istifadə edə bilər, tikə bilər. Mağaza kimi aça bilər. Burada da üzüm ağaçlarıdır burada. Bu tərəfdə də damdır. Suyu pastayanlıdır, qazı, işığı, interneti var. Burada belə bir ikinci navesdir.
Bu hissəsi damdır. Burada kürəsi də var. Təndir də var. Keçirik. Keçirik evin içərisinə. Deməli burada həm kürəsi var, həm təndiri var. İkisi də yeni qurulubdur. Yəni alan adam istəsə pekarini də aça bilər. Mağaza olan istəsə də mağaza olan yerdə. Həm təndiri, həm kürəsi var. Hazırdır, yəni qurulubdur. Yol kənarıdır, yəni pekarini də işlədə bilər alan adam. Ya da mağazin edə bilər, moyka aça bilər. Yol kənarı 100 metrədən ibarətdir. Müxtəlif təyinatlara çevirə bilər. Keçirik evin içərisinə. Buradan evin girişidir. Buradan giriş hissəsidir. Tam təmirlidir hər tərəfi. Burada əlüzyanıdır. Burada kafellidir. Burada sanitar qovşağı. Burada təmirlidir. Keçirik. Girişdən sol tərəfdə zaldır. Gördüyünüz bu ev əşyalı satılır. Bütün əşyalar qiymətə daxildir. Evdə qalacaq. Bura zalıdır, qonaq otağı. Buradan keçdik. Bura mətbəxidir. Gördüyünüz bütün mebellər təzədir, yəni 2-3 ay olar işlənibdir. Yeni alınan mebellərdir. Atopeniya sistemidir, kombisi var. Görə baxa bilərsiniz. Buradan keçdik. Burada bir yataq otağıdır. Bütün otaqlar tam təmirli, pol laminatdır. Buradan keçdik. İkinci yataq otağı. Burada tam təmirlidir. Gördüyünüz bu ev satılır. Tam əşyalı, bütün əşyalar evdə qalmaq şərti ilə mebellər hamısı evdə qalır. Qiyməti 110.000 manata təklif edilir. Sənədləri tam qaydasındadır. Yarım hektardan artıq torpağı var. Həm həyət yanısı, həm bağ hissəsi 2 kubçadan ibarətdir. Sənədlər tam qaydasındadır, kubçalıdır. Mebellər gördüyünüz kimi hamısı yenidir. Demək olar ki, istifadə olunmayıbdır. Qiymət 110.000 manata təklif edilir. Real alıcıya qiymətdə razılaşma olacaq. Diqqətinizə görə sağ olun. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.